Finlandiya müəllimi dərsdə niyə az danışır, amma daha çox nəticə alır? Finlandiya müəllimləri dünyada ən az dərs danışan müəllimlər sırasındadır. Amma nəticələrə baxanda PISA-da ilk sıralarda, şagirdləri isə xoşbəxt və stressizdir. Bəs bu necə olur? Finlandiya Milli Təhsil Araşdırmasının 2020-ci il tədqiqatına görə fin təhsil sistemində əsas məqsəd uşağa bilik yükləmək deyil, öyrənmə prosesini anlamağa şərait yaratmaqdır. Müəllim dərsdə az danışır, amma çox müşahidə edir. Çünki hər bir şagirdin öyrənmə ritmi fərqlidir. Biri düşünərək anlayır, digəri isə edərək. Ona görə də Finlandiyada siniflərdə olan səssizlik passivlik əlaməti deyil, bu dərin düşünmənin səsidir. Müəllim uşağın səhvinə deyil, düşünmə yoluna baxır. Buna əsasən orada uşaqlar mükəmməl cavab axtarmırlar, öz düşüncə tərzlərini kəşf edirlər. Finlandiyada müəllim bilir ki, danışmaq öyrətmək deyil, bəzən sadəcə uşağı dinləməkdir. Hər uşaq fərqlidir və təhsil də bu fərqliliyi qucaqlayanda güclənir. Məktəbdə xoşbəxt uşaq varsa orada müəllim tələsən deyil, dinləyən insandır. Azərbaycanda bu yanaşmanı tətbiq etmək üçün ilk addım uşağın cavabına deyil, düşüncəsinə qulaq asmaqdır.